Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Möhtərəm müsəlmanlar, biz Allah Subhanahu taalanın izni ilə Quran məclislərindən çıxardılan faydalar dərslərimizə davam edirik. Və uca Allah Quran-ı Kərimdə Şura surəsində buyurur ki: "Şər'ə lekum minəd-din ma vassa bihi Nuhan vəllazi awhayna ilayka və ma vassayna bihi İbrahim və Musa və İsa an aqimud-din və la tatafarraqu fihi." Uca Allah buyurur ki, şər'ə ləkum minəd-din. Allah Subhanahu taala şəriət elədi sizə dində mə vassa bihi Nuhan. Kimə tövsiyə etdiyini, Nuha tövsiyə etdiyini və avhayna ileykə və sənə vəhy etdik, sənə vəhy buyurduğunu, vəhy etdiyini və mə vassayna bihi İbrahimə və Musa və Musaya və İsaya nəyi vəhy etmişdirsə, nəyi tövsiyə etmişdirsə, sizə də onu tövsiyə etdi. O da nədir? Ən əqimud-din və la tətəfərrəqu fi. Dində dosdoğru olun, yəni dindən möhkəm yapışın, yəni doğru şəkildə onu yerinə yetirin. Və la tətəfərrəqu fi. Və dində parçalanmayın. Və dində parçalanmayın. Yəni bunlar Allah Subhanahu taala necə ki səndən əvvəl Nuha, İbrahimə, Musa və İsaya tövsiyə eləmişdi, sənə də şəriət elədi. Şər'ə ləkum, sizə də şəriət elədi. Alimlər deyirlər ki, bu ayədə zikr olunan 5 ulul azim peyğəmbərdir. Peyğəmbər sallallahu aleyhi ve sellemə xitabdır. Sonra isə ulul azim, yəni 5 dənə əzm sahibi olan, səbir sahibi olan peyğəmbərlərdir burada. Nuh aleyhisselam, İbrahim, Musa və İsa. Və xitabdır Muhammed sallallahu aleyhi ve sellemədir. Ki, onlara tövsiyə edilmiş, sənə də tövsiyə edirik. Ki dindən dosdoğru yapışın və la tətəfərrəqu fi və onda parçalanmayın, yəni dində parçalanmayın. Kəbra aləl müşrikinə mə təd'uhum ileyh. Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allahu yectəbi ileyhi mən yəşə və yəhdi ileyhi mən yunib. Allah istədiyi kimsəni özünə peyğəmbər olaraq seçib, tövbə edib ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər. Müəllif Şeyx Rabi, Allah ona rəhmət eləsin, buyurur ki, "El-muhim ennallaha ba'athal anbiya cemiyan ala millət vahidə." Allah bütün peyğəmbərləri bir millət üzrə göndərib. Yəni hiyə tevhidullah. O da Allah Subhanahu taalanın tövhidi və ixlasud-din ləhu və dini yalnız ona məxsus edərək ibadət etmək üçün göndərib. Yəni göndərib Allah Subhanahu taala peyğəmbərlər hamısını bir millət olaraq. Tövhid milləti və İxlas, dində ixlaslı olmaq. Kullu zəlikə da'a ileyhi ənbiyyə aleyhimussalatu vesselam. Bütün peyğəmbərlər hamısı buna dəvət ediblər. Bütün peyğəmbərlərin hamısının dəvəti budur. Sonra isə Şeyx rahmehullah, yəni Allah üçün olan qardaşlığın, dostluğun əhəmiyyətini vurğulayıb buyurur ki, "La xullətə yevmil qiyaməti illə lil muttəqin." Müttəqilərdən başqası qiyamət günü dostluq eləyəcək. Yəni bütün dostluqlar yox olacaq yalnız müttəqilərin dostluğundan başqa. Və buyurur ki, Zuhruf surəsində Allah Subhanahu taala buyurur ki, "El-əxillə yevmə izin ba'duhum li ba'din adun illəl muttəqin." Yəni o gün bütün dostlar bir-birinə düşmən kəsiləcək. Bütün dostlar bir-birinə nə edəcək? Düşmən kəsiləcək. Yalnız müttəqilərdən başqa. Müttəqilər müstəsnadır. Müttəqilər, yəni Allah Subhanahu taala istisna eləyir. Ola kimsələ ki olan dostluğu Allah üçündür. "Ya ibadi la xawfun aleykum el-yevmə və la entum tahzanun." Yəni ey qullarım, yəni ey müttəqilərə Allah xitab edəcək. Bu gün sizə heç bir qorxu yoxdur və siz heç qəm qüssə də görməyəcəksiniz, kədər də görməyəcəksiniz. Ellezine amanu bi ayatina və kanu muslimin. Yəni onlar o kimsələrdirlər ki, ayələrimizə iman gətirirlər. Onlar o kimsələrdir ki, Allah Subhanahu taalanın, yəni o kimsələr ki, Allahın ayələrinə iman gətirirlər və yalnız bizə təslim olublar. Onlar deyir ki, "Udxulul cənnətə və entum və əzvacukum tuhbərun." Yəni siz cənnətə daxil olun, həmçinin sizin zövcələriniz də. Özü necə? Tuhbərun, sevinç içində. Siz və həyat yoldaşlarınız sevinç içində cənnətə daxil olun. Əş-şahid fi qavlihi, yəni bu ayələrdən görünən odur ki, "Fətəhəbbu fillah və təxallu fillah." Yəni Allah üçün bir-birinizi sevin, Allah üçün qardaş olun. Fəinəl mütəhəllinə və təəbbinə alə qeyri dinilləhil haqq əl-batı alə ism vəl-udvan alə bidə vəl-xurafat həələ muhtəsiminə fihim beynəhum yevməl qiyamə. Amma o kimsələr ki, Allahın dinindən qeyri şey üzərində dostluq edirlər, batı üzərində, günah üzərində, düşmənçilik üzərində, bidət üzərində, xurafətlər üzərində,
Həmin insanlar qiyamət günü bir-birinə düşmən kəsiləcək. Əmməl əxillə alə taatillah və alə təvhid kəmə ətnə aleyhim fi hədiyil əyə. Amma Allah üçün və tövhid üzərində, Allah itaət üzərində olan qardaşlığa gəlincə isə Allah Subhanahu onlara başına buyurur ki: "Əl-əxillə yevmə izin ba'duhum li ba'din adun illəl-muttəqin." O gün bütün dostlar bir-birinə düşmən kəsiləcək, yalnız müttəqilərdən başqa. İstətnəllahul muttəqin. Allah bu ayədə müttəqiləri istisna elədi, müstəsna elədi. Və onlardan qeyriləri isə bir-birinə düşmən kəsiləcək və bir-birinə mübahisə edəcəklər. Kullu fariqin yed'u bil azabi alal-axar və emma'l muttaqun fehum fi cennetin naim. Yəni əzab içində olacaqlar hər bir dəstə. Yəni hansılar ki, batıl üzərində birləşmişlər. Və emma'l muttaqun fehum fi cennetin naim və amma müttəqilər gəlince onlar cennet nimetləri içində olacaqlar. Misli hadil ayə hadithul ca'at tad'u ilal mahabba vel ukhuwa. Bu cür ayələr və bu cür hədislər gəlib insanları Allah üçün bir-birini sevməyə və Allah üçün qardaş olmağa təşviq etməkdən ötürü. Fətəəxi fīmə beynəkum təhabbu fillah. Bir-biriniz aranızda Allah üçün qardaş olun və Allah üçün bir-birinizi sevin. Və minəl mütəhabbinə fillah rəculən iştəmə aleyhi və əftərəqa aleyhi həulə yuzilluhum təhdə arşi yevmə la zillə illə zilli mə'səbəl məzkurunə fil hədis. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 7 sinif insan heç bir kölgənin olmadığı vaxtı qiyamət günü ərşin kölgəsində kölgələnəcəklər. Ərşin kölgəsində kölgələnəcəklər. Yəni onlardan da biri Allah üçün bir-birini sevən və Allah üçün ayrılan kimsələrdir. Yəni Allah üçün sevmək və Allah üçün tərk etmək çox əzəmətli dərəcədir. Yəqulullah təbarək və teala yevməl qiyamə. Uca Allah ilahi hədisdə buyurur ki, İnna Allah yəqul yevməl qiyamə. Uca Allah qiyamət günü buyuracaq ki, Əynə mutəəbbinə bi cələli. Mənim üçün, mənim cəlalım üçün, mənim rızam üçün bir-birini sevənlər haradadırlar. Əl-yevmə zilləhum fi zilli yevmə la zillə illə zilli. Bugün heç bir kölgənin olmadığı vaxtı onları öz kölgəmdə, yəni ərşin kölgəsində kölgələndirəcəyim. Fətəhəbbu fillah. Allah üçün bir-birini sevin. Və innəhu qad kəthura təşəhun və təvr ixtilaf. Xüsusən indiki vaxtda bir-birinin düşmənçilik, ixtilaf və ədavət çox yayılıbdır. Hətta fimə beynə sələfin, hətta sələflər arasında. فأوصيكم بتقوى الله وأوصيكم بالتآخي على كتاب الله وعلى سنة رسول الله sallallahu aleyhi ve sellem. Sizə Allah'tan qorxmağı və Allah'ın kitabı və Resulü sallallahu aleyhi ve sellemin sünnəti üzərində qardaş olmağı tövsiyə edirəm. Və istemsəkul bi kitabillah. Allah Subhanahu kitabında möhkəm yapışın. Və atəsəmu bihi, ondan tutunun. Kəmə mərrə aleyna fi ayyə yəqulullah azze və cəllə nəbiyyi. Necə ki uca Allah bizdə bizə yəni xitab olaraq buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə daha doğrusu xitab olaraq buyurur ki, "Fəstəmsik billəzi uhiyə ileyk." Sənə vəhy olunandan möhkəm yapış, innəkə alə sıratı müstəqim. Həqiqətən sən doğru yol üzərəsən. Fa'təsim bi hablillahi cəmi'an. Allahın ipindən hamılıqla yapışın. Və təəxu alə zəlikə və bunun üzərində qardaş olun. Əsəllahu təbarək və teala ən yecmə'al qulubu alə kitabihi və alə sünnəti nəbiyyihi. Və Allah'tan istəyirəm ki, Allah Subhanahu taala qəlbləri onun kitabı və Rəsulunun sünnəti üzərinə cəm eləsin. Və yuəxi beynəhə və bunun üzərində qardaşlıq eləsin. Allah'tan istəyirik ki, qəlbləri birləşsin və qardaşlığını bunun üzərində eləsin. İnna Rabbənə semi'ud dua. Həqiqətən Rəbbimiz duaları eşidən və ona cavab verəndir. Və sallallahu aleyhi və nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.